Digər mövzularla davam edirik. Asan xidmət mərkəzlərinin fəaliyyət göstərmədiyi bölgələrin sakinlərinin işi asanlaşdırılıb. Bu məqsədlə onlara səyyar xidmət göstərilir. Hazırda asan xidmət avtobuslarından biri Ağdaşdadır. Sakinlər bu xidmətdən necə istifadə edirlər? Növbəti sujetdən biləcəksiniz. Eşitdim ki, Ağdaş rayon mərkəzinə asan xidmət gəlibdir. Buna görə çox sevindim ki, çünki bu xidmətdən əvvəl də istifadə eləmişdim, razı qalmışdım. Bu dəfə də gəlib özümün bir sənəd məsələm vardı, vərəsəlik məsələsi ilə bağlı. Ona görə dedim ki, gedim bura müraciət edeyim ki, vaxtıma qənaət edeyim, bu işdən mən də faydalanım. Bəli, Ağdaşlıların dövlət və bəzi özəl təşkilatların xidmətlərindən istifadə etmələri asanlaşıb. Onlar bunun üçün səyyar asan xidmətindən yararlanırlar. Biz gəlib bura transport dəyişmişik, bundan əvvəllər də gəlmişik. Çox yaxşı bizə xidmət elədilər, yaxşı bizi qarşıladılar, yaxşı bizim işimizi düzüb qoşdular, çox da razıyıq. Gəldik biz də bura, nəvəmizi gətirmişəm, sənədlərimizi verdik. Razılıq var. Tez bir zamanda bizi qəbul elədilər, yola saldılar. Səyyar şəkildə göstərilən xidmətlər isə Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, eləcə də İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidməti tərəfindən təqdim olunur. 25 fevral tarixinədək vətəndaşlarımız Ağdaşda səyyar formada həyata keçirilən xidmətlərdən yararlana bilərlər. Bu il ərzində işğaldan azad olunmuş ərazilərimizdə yaşayan vətəndaşlarımız üçün də səyyar formada xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur. Bundan öncəki dövrdə Cəbrayılda, Zəngilanda və Talış kənddə də bu cür xidmətlər həyata keçirilir. 2013-cü ildən həyata keçirilən səyyar asan xidmət vasitəsilə ümumilikdə 3 milyon 286 mindən çox vətəndaş müraciəti daxil olub. Onun təxminən 62 mini Ağdaşlıların payına düşür. Lalə Rəhmanova, Devran Cəlliloğlu, Röya Qarabağlı, AzTV xəbər.